Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan xarici ölkələrdən 29594 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyollar ixal edib. Yenavaz.com xəbər verir ki, ixal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri $686 və ya 1 litri 98 qəpik təşkil edib. Məlumat üçün bildirək ki, dizel yanacağı Azərbaycana əsasən iki ölkədən, Rusiya və Türkmənistandan ixal edilib. Türkmənistandan 13664 ton, Rusiyadan isə 15875 ton dizel yanacağı gətirilib. Türkmənistandan ixal olunan dizel yanacağının 1 litri 77 qəpik, Rusiyadan ixal olunan dizelin 1 litri isə 1,16 manat olub. Onu da qeyd edək ki, eyni dövrdə Azərbaycan xarici ölkələrdən 347.032 ton dizel yanacağı ixrac edib. İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri $513 və ya 1 litri 73 qəpik təşkil edib. Azərbaycan dizel yanacağını bu ölkələrə satıb.